Məsud Pezeşkiyanın Şimal Azərbaycana səfər eləməsi əsasda iqtisadi məqsəd məqsədlərlə baş tutubdu və o çalışıb orada bəzi müqavilələri imzalamaqla Azərbaycanla İran arasında iqtisadiyyatı biraz ronaq versin, artırsın. İndi İranın iqtisadi vəziyyəti çox xarabdır. Beynəlxalq iqtisadiyyat əmələn yolu bağlanıbdır. İranın təkcə yolu qonşu ölkələrlə az miqdarda alış-veriş eləyib və gündəlik ehtiyacların təmin eləməkdir. Və bu böyük projelərdə İran yoxdur. O projelərdə adı vardı, İranda imkanı yoxdur onların yola düşməsi. Şimal-Cənub koridoru ki, Pezeşkiyan ondan aparır. O İranda infrastruktur yoxdur, köhnədirlər, ya əslən bəzi yerdə qırılıqdır, yoxdur. Nümunə üçün Astaradan Rəşdə 140 kilometr dəmir yolu lazımdır ki, Şimal-Cənub caddəsini kamilləşdirsin. Bəli, bu indi 20 ildir bu 140 kilometri yola salanmayıblar. Düzdür ki, hökumət çalışır ki, qonşu ölkələrlə iqtisadiyyatı biraz artırsın. Amma İranda 3 qüvvə vardı ki, onlar Azərbaycanla və Türk ölkələrlə iqtisadiyyatın artması ilə müxalifət göndərirlər. Birincisi o qüvvələrdirlər ki, biz onlara pan-İran istəyirik. Onlar heç vaxt Azərbaycanın istiqlalını qəbul eləməyiblər. Yazılarında da oradan Cümhuri Bakı adında yazırlar və Azərbaycan Cümhuriyyətini rəsmi tanımırlar. Onların xiyalında budur ki, gərəkdir ki, Qafqazın tamam ölkələri ki, Türkmənçay müqavilənaməsində İrandan ayrılıbdır, gəlsin yenə də yapışsın, dubarədən İranla bir olsun. Bu bir növ. İkinci qüvvə o qüvvələrdirlər ki, Azərbaycan Cümhuriyyətinin İsrail dövləti ilə münasibətlərindən narazıdırlar, şədidən ondan müxalifdirlər. Azərbaycanı o keçmişdə hətta təhdid eləyiblər ki, İsraillə müamilə eləyirik, İsrailə neft veririk. Bu məsailin üstündə tamam üçün indi İran İsraillə müharibə vəziyyətindədir və onunla da düşmançılıq göstərir. O düşmançılığı İranla Azərbaycanın siyasətlərində də biz görürük. Bu qüvvədəki çox pastarların içində və o fanatik müsəlmanların içində vardı. Ayrı amildir ki, bahis olur İranla Azərbaycanın iqtisadiyyatı o qədər ki, imkanı vardı, inkişaf tapmasın. Üçüncü qüvvə ki, der vaqa bu rabitədə zad eləyirlər, daş atırlar ya o cür ki, gərəkdir. İstəmirlər ki, Azərbaycanla münasibət çoxalsın. Bunlar qorxurlar ki, Azərbaycanla İran münasibəti çoxalsa, get-gəl çoxalsa, İran Azərbaycanlıları qüdrət tapacaqlar və onların qüdrət tapması bahis olacaq ki, farslar zəifləsinlər və hökumət o babətdən özün təhlükədə hiss eləyir. Bu amillər vardılar ki, geçmişdə də var idi, indi çoxdur və bahis olur ki, İranla Azərbaycan Cümhuriyyətinin iqtisadi bir həddən artıq qabağa getməsin. Əlbəttə, Zəngəzur koridoru da bu məsaildə araya gəlir. İran şiddətlə bu Zəngəzur koridorunun açılması ilə müxalifət göstərir və bu da ki, bir böyük amildir ki, bahis olur İranla Azərbaycan arasında böyük müqavilənamələr və ticari əsas ticarət o cür ki, gərəkdir inkişaf tapmasın.